Demək, bugün biz qərara gəldik gündəmin ən önəmli mövzularından olan, belə həyatımıza çox sürətlə girmiş süni intellekt, xüsusilə də GPT nümunəsi üzərində danışacağıq. Çünki o daha əlçatandır və Azərbaycanda ən çox istifadə olunan deyə bilərəm. Bir də ki, mən öz təcrübəmdən GPT ilə daha çox təcrübəm var deyə onu daha yaxşı anlaya bilirəm, nəinki digərlərini. GPT-nin, süni intellektin tibbdə rolu. İnsanlar, adi tibbi təhsili olmayan insanların GPT-dən həkim kimi istifadə etmələri, yəni ondan tibbi məsləhət almaları. Bu doğrudurmu, yanlışdırmı ümumilikdə və yaxud doğru və ya yanlış, təhlükəli tərəfləri nələrdir? Bu haqqda danışacağıq. Biraz araşdırma etmişəm. Çox belə skandal hadisələr olub. Avqust ayında hətta bir ay öncənin hadisəsidir ikisi də. Biri deməli İrlandiyalı 38 yaşlı kişi yemək yeyib udqunanda ağrıları olur qırtlaq, udlaq nahiyəsində. Onunla bağlı sual verir və GPT çox da qorxulu bir şey yoxdur və s. deyib bu istiqamətdə yönəldir. Bir müddətdən sonra artıq axırıncı faza, 4-cü faza qida borusu xərçəngi ilə belə deyim xəstəxanaya artıq getməli olur. Bu artıq kimyəvi terapiyaya başlayıb və həkimlər ona təqribən 5 il ömrü qoyublar. İkinci keysimiz isə bu daha maraqlıdır, belə deyim. Yenə GPT-nin yanlış yöndə istiqamətləndirməsi. Amerikada deməli 60 yaşlı kişi böyük ehtimalla yüksək təzyiqi olub, yəqin artıq 60 yaşı var, müxtəlif xronik xəstəlikləri olub. Yüksək təzyiqlə bağlı yəqin ki, ya həkimdən eşidib, ya hardansa ki, duz təzyiqin artmasına kömək eləyir, dəstək göstərir. Ona görə GPT-dən soruşub ki, yediyimiz xörək duzunun kimyəvi tərkibi natrium xloriddir. GPT-dən soruşub ki, mən natrium xloridi, ingiliscə yəni sodium klorid, nə ilə əvəz edə bilərəm? GPT də buna deyib ki, natrium bromidlə. Yəni insan həqiqətən də natrium bromid kimyəvi maddə olaraq hardan tapıb bilmirəm. Xörək duzu yerinə müəyyən bir müddət istifadə etməyə başlayıb və nəticədə bromid zəhərlənməsi baş verib. Bromid zəhərlənməsi də belə az doza ilə uzun müddətdə onu qəbul etdikdə bromid zəhərlənməsi neyropsixoz, yəni nevroloji, psixotik əlamətlər ortaya qoyur. Yəni xəstə bir müddətdən sonra artıq xəstəxanaya həm eşitmə, həm görmə qallüsinasiyaları ilə, yəni psixotik əlamətlərlə xəstəxanaya deməli aparıblar və orada da bir müddət həkimlər yəni çətinlik çəkiblər diaqnoz qoymaqda. Yəni həkim hardan ağlına gəlsin ki, insan duzun yerinə nəsə toksik bir maddə qəbul edə bilər. Yəni təbii olaraq ki, onun birinci nevroloji yəqin ki, şöbəyə yatırıblar, bir müddət onun üzərində yəqin bir müddətdən sonra artıq başlayıblar toksiki tərəfini araşdırmağa. Ondan sonra da yəni zaten xəstənin psixoloji durumu özündə deyil, sən də bir də üstəlik ondan məlumat toplamağa çalışmalısan ki, sən həkim olaraq mənim misal üçün yəni ağlıma gəlməzdi ki, insan duzu çevirib toksik bir maddəyə. Həm tədqiqatlar maraqlı olsun, axın olsun. Tədqiqatlar əslində təbii ki, bu GPT əlçatan olmağa son illərdə başladı. Tədqiqatçıların da bunu müəyyən bir data toplayıb bunu tədqiqata çevirməyi artıq başlayır 23-cü, 24-cü illərdən. Yəni onun performansını həkimlərlə müqayisə edən tədqiqatlar təqribən 6, 7, 8 belə bir dərc olunmuş, yəni beynəlxalq həqiqətən keyfiyyətli tədqiqatlar var və onların nəticəsinə əsasən GPT təqribən 56-88%. Yəni bəzi tədqiqatlar 56 göstərib, bəziləri də ən yüksəyi 88%. Ehtimalla həkimin diaqnozu ilə üst-üstə, yəni biz burada həkimi 100% götürürük, tutaq ki, 56-88% aralıqda həkimin diaqnozu ilə üst-üstə diaqnoz verə bilir. Diaqnozda biz bu nəticələri əldə edə bilirik. Müalicə ilə bağlı ondan əgər tövsiyə istəsək, bundan dəfələrlə aşağı, çox keyfiyyətli, hətta təhlükəli. Hal-hazırda dərc olunmamış, yəni ən sonuncu, belə deyək də 25-ci ilin bir tədqiqatı var. Bu multicenterdir. Yəni Amerikada bir təqribən 15-20 tibbi müəssisə yığılıb bir yerə, bütün dataların hamısı bir yerə toplayıb. Belə tədqiqatlar daha çox etibarlı olurlar adətən. O indi çap mərhələsində də çap olunmayıb, amma beynəlxalq təcrübədə belə bir şey var ki, bəzən tədqiqatların nəticəsi əgər çox önəmlidirsə, onlar jurnalda çap olunmasa da onlayn yolla onlara akses verilir ki, insanlar oxuya bilsin, onu vaxtında yəni vaxt itirməsinlər. Yenə GPT-nin nəticələrinə görə 31% halda onun verdiyi cavabları problematik hesab ediblər. 13% halda isə unsafe, yəni təhlükəli. Problematik deyəndə nə deməkdir? Yəni bunu doğru, dürüst diaqnoz biz deyə bilmərik. Ehtimal yüksəkdir ki, xəstə bu xəttlə getsə, yəni bunu bu üzrə getsə, yəqin ki, belə deyim də, doğru diaqnoz qoymayacaq və ya da ona bir faydası dəyməyəcək, belə deyim. Unsafe isə o deməkdir ki, yəni 13% halda GPT-nin verdiyi cavab, yəni bayaq dediyimiz hallar kimi, yəni xəstəni daha da təhlükəli istiqamətə yönləndirir. Burada nələr rol oynayır? Promptu necə verməyin, sualını necə verməyin çox önəm daşıyır. Yəni tək o sualın verməsi üzrə insanlar bəzən
aylarla, həftələrlə müəyyən bir treninqlərə gedib hazırlıq görürlər ki, onu mən hansı formada versəm, daha yaxşı, effektiv, belə deyim, cavab ala bilərəm. Unuduruq ki, qarşımızdakı insan deyil. Yəni o səni görmür, sənin davranışlarınla bağlı heç bir empati yoxdur, sənin davranışlarını görmür və ona uyğun da. Çünki normal insan eyni sualı məsəl üçün GPT-yə ver və o sahə üzrə ekspert olan mütəxəssisə ver. Mütəxəssis bəzən sənin sadəcə görünüşündən təxmin edə bilər ki, indiyə qədər gördükləri, indiyə qədər onun həyatındakı olmuş təcrübə əsasındakı insanların hamısı öz beynində, yəni əslində insanın reaksiyası da bir növ data analizinə oxşuyur. Qallüsinasiya nə deməkdir? Olmayan şeyi görmək. GPT-də bəzən qallüsinasiyalar eləyir. Yəni bir sual verirsən, özündən bir şey uydurur. Bu yaxınlarda belə bunun həqiqətən bir fakt olduğunu öyrəndim. Onların bir də psychophancy deyən bir fenomeni var. O nə deməkdir? Onu istifadə edən insanın xoşuna gəlməyə çalışır həmişə. Bunları nə üçün danışırıq? Yəni tibbi bir sual veririksə GPT-dən nələri nəzərdə tutmalıyıq? Yəni o ağıllı bir insan deyil, sadəcə intellektdir, hansı ki internetdə olan, internet yolu ilə belə deyim, əldə edə biləcəyi bilikləri toplayır, analiz edir və sizin sualınıza cavab ürətir. Yəni sadəcə informasiya qoyur ortaya. GPT və ya digər süni intellektlərə sadəcə informasiya olaraq baxmalıyıq. Həkim məsləhəti olaraq baxmamalıyıq. Laborator analizlərlə bağlı, indi öz sahəmlə bağlıdır. Çoxalır, çox tez-tez bunu görməyə başlayıram. GPT-nin təklif etdiyi laborator analiz, laborator test siyahıları. GPT-nin doktor deyə adlandırıldığını gördüm. Ən son təcrübəm odur. Yəni GPT-nin gördüm insanlar onun həkim olduğunu düşünür. Bu məndə bir alarm verdi ki, yəni artıq məncə bununla bağlı danışmaq lazımdır ki, insanlar o insan deyil, həkim deyil, tibbi məsləhət verə bilməz. Yəni bunu qeyd şərtsiz bu şəkildə qəbul edək. O sadəcə informasiya verə bilər sizə. Bəli, əlamətlərinizi deyirsə, əlamətlərinizlə bağlı sizə informasiya verə bilər. Amma onun tövsiyəsi əsasında bir tibbi müdaxilə, bir tibbi qərar vermək çox təhlükəlidir. Hal-hazırda dediyim kimi tədqiqatlar onu göstərir. Digər tərəfdən isə laborator analizlərlə bağlı deyə bilərsiniz ki, okey, tövsiyə verir, mən də gedib analiz verirəm. Burada mənə nə ziyan ola bilər? Meyillidir, mən yenə öz təcrübəmdən də görürəm və araşdırdığım qədərilə də yenə elə göstərir ki, GPT meyillidir, lazım olandan daha çox analiz tövsiyə etməkdə. Yəni məsəl üçün həkimə getsəniz, həkim sizə qulaq asır, görür, eşidir. Hətta yəni o qədər məlumat toplaya bilər ki, həkim sizdən görür, siz demədiyiniz gözünlə gördüyü əlamətlər var. Səsinizin xırıltısından, nə bilim, vəsairədən eşidərək məlumat toplaya bilər. Qoxunuzdan məlumat toplaya bilər. Hansı ki, bunları siz GPT-yə verə bilməzsiniz və də sizin fərqinizdə olmayan məlumatları siz özünüz bilmirsiniz. Amma o əslində klinik belə deyim əlamətdir. GPT onu bilməyəcək, yəni onu verə bilməyəcəksiniz siz ona. Bunların hamısını həkim toplayır, onun nəticəsində təbii olaraq onun arealı artıq daralır. Daha az müayinə ilə sizə effektiv diaqnoz qoya bilər. Amma GPT-yə siz bu məlumatları vermədiyiniz üçün o yəni bütün geniş 20-30 dənə analiz siyahısı gəlir. Yəni GPT-nin siyahısını mən artıq tanıyıram. Digər çatışmazlığı nədir? Dil. Çünki Azərbaycan dili, süni intellekt, yəni digərlərini bilmirəm, amma təxmin edirəm ki, ən çox istifadə olunan GPT-dir deyə o belə Azərbaycan dilini yaxşı bilmir. Yəni yaxşı danışa bilmir. Bu o deməkdir ki, sizin yazdığınızı yaxşı başa düşə bilməyəcək. Məlumatı toplayacaq ingilis dilində və ümumiyyətlə o öyrədilib ingilis dilində. Topladığı ingilis dilində məlumatı yenidən sizin dilinizə tərcümə etməlidir. Bu 2 dənə ortada tərcümə mərhələsi var. Həmin mərhələdə məlumatlar dəyişə bilər. Mən öz təcrübəmdən yenə deyim, məsəl üçün dəfələrlə görmüşəm, sidiyin əkilməsi analizi var ki, hansı ki Azərbaycan dilində sidiyin əkilməsi, sidiyin bakterioloji müayinəsi, sidiyin mikrobioloji müayinəsi deyə gedir. İngilis dilində urine culture, rus dilində kultura, türkçə kültür gedir. Və bu Azərbaycan dilində GPT-nin siyahısında gəlir sidik mədəniyyəti. Dəfələrlə gətirib göstərir ki, doktor, sidik mədəniyyəti nə deməkdir? Mən GPT istifadə eləmirsənsə əgər, başa düşməyəcəksən ki, yəni nə deməkdir, kim yazıb bunu, mədəniyyət nə deməkdir? Sonra etik və leqal aspektlər var. Yəni GPT insan olmadığı üçün onun etik anlayışı yoxdur, əxlaqı yoxdur və leqal olaraq tənzimlənmir. Yəni onun etdiyini bayaq dediyimiz nümunələrdəki kimi, yəni o xəstələr kimdir, hüquqi məsuliyyəti kim daşıyır orada? Hüquqi məsuliyyəti qoyaq bir qırağa. İnsan hamıda olmasa da, yəni böyük əksəriyyətində insanlar vicdan anlayışı var, mərhəmət var, empati var. Yəni ən azından digər insana nəsə yaxşı bir şey eləməyə çalışır da. Belə bir meyl var, niyyət var. Amma GPT-də elə bir şey yoxdur. Yəni ona sən bromitdən bəlkə bu adam gedib duzun yerinə onu istifadə edib zəhərlənəcək, çox da vecinə deyil o yəni. Bir də tibb sahəsində protokollar çox sürətlə yeniləndiyi üçün, məsəl üçün o barədə həkimlər xəbərdar olurlar, o haqqda məlumatlar olur. Çünki onlar mütəmadi
adi olaraq hər il beynəlxalq tədbirlərə gedirlər. Onunla bağlı niyə nəyə görə deyirlər ki, həkimlik bir dəfə oxumaqla olmur, ömür boyu gərək oxuyasan. GPT bəzən bunlara, yəni bütün bu məsələlərdən yenə dediyim kimi çıxardığımız nəticə nə olmalıdır? Süni intellekt, GPT həkim deyil, sadəcə informasiya toplamaq olar oradan. Topladığımız informasiya əsasında tibbi qərar, sağlamlığımızla bağlı qərar vermək istəyiriksə, mütləq o sahənin mütəxəssisinə getmək, yəni son qərarı həkim verməlidir.